Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial tərəfdaş layihəsi çərçivəsində təqdim olunan güzəştlər artıq MyGov platforması üzərindən əlçatan olub. Layihədən yararlanan şəxslər xüsusi barkod vasitəsilə müxtəlif xidmət və satış məntəqələrində indirim əldə edə bilirlər. Yaşa, əlilliyə, ailə başçısını itirdiyinə görə müavinət pensiya alan şəxsləri əhatə edir. Həmən şəxslər seçilmiş marketlərdə, klinikalarda, apteklərdən yararlana bilərlər. Birinci istiqamət postterminaldan, yəni təqaüd kartından ödəniş olunan zaman endirim olur. İkinci istiqamət MyGov mobil tətbiqindən ibarətdir ki, mobil tətbiqdə pensiyaçılara özəl olaraq pensiyaçı barkodu açılır. Həmən barkodları kassirlərə kassada təqdim etməklə endirim əldə edirlər. Barkod təqdim olunan tərəfdaş obyektlərində istifadə olunur və hər hansı limit yoxdur. Endirimlər MyGov mobil tətbiqini yükləyərək qeydiyyatdan keçmək lazımdır. Orada ana səhifədə pensiyaçılara barkod təklif olunur ki, pensiyaçı barkodu həmən barkodları seçilmiş marketlərdə, apteklərdə, klinikalarda göstərməklə endirimlərdən yararlana bilərlər. Layihə çərçivəsində tərəfdaş müəssisələrin siyahısı da mütəmadi olaraq yenilənir. Vətəndaşlar həm platforma, həm də qaynar xətt vasitəsilə ətraflı məlumat əldə edə bilərlər. Tərəfdaş siyahısından tanış olmaq üçün sosial tərəfdaş az saytında tanış olmaq olar. Vətəndaşlar isə layihənin qaynar xəttinə müraciət edə bilərlər. Artıq məlum olduğu kimi MyGov platforması dövlət xidmətlərini bir mərkəzdə birləşdirən vahid platforma kimi fəaliyyət göstərir. Eyni zamanda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən yararlanmaq üçün, həmçinin pensiyaçı barkodundan yararlanmaq üçün MyGov platformasına keçid olunmuşdur.